Azərbaycanda futbol həvəskarları diqqət. Qarabağ komandası qış transfer pəncərəsində böyük sürprizə hazırlaşır. Amma kimdir bu gənc ulduz və onun komandaya qatılması nələr dəyişəcək? Bəli, doğru eşitdiniz. Ağdam təmsilçisi heyətini gücləndirmək üçün Belçikanın Liej klubunun 22 yaşlı Senegallı hücumçusu Ömər Duuf'u hədəfə alıb. Duuf bu mövsüm 17 oyunda 8 qol və 2 məhsuldar ötürməklə diqqət çəkib və hazırda Saint-Truden və İspaniyanın 2-ci divizyon klublarının da maraq dairəsindədir. Liejlə müqaviləsi 2027-ci ilin yayına qədər olan gənc forvardın transfer qiyməti isə 500 min avro olaraq qiymətləndirilir. Ömər Duuf karyerası boyunca müxtəlif ölkələrdə oynayıb. Vətənində Darussalam, Türkiyədə Rizespor, Şimali Kiprdə isə Gənclik Gücü klublarında çıxış edib. Hər komandada fərqli təcrübələr qazanan Duuf indi Azərbaycanda futbolu silkələməyə hazırdır. Onun sürəti, texnikası və qol vuruşları Qarabağın hücum xəttini tamamilə gücləndirə bilər və komandaya yeni nəfəs gətirə bilər. Qarabağ bu transferlə yalnız heyətini gücləndirmir, həm də Azərbaycan Premyer Liqasında və Avropa yarışlarında rəqibləri üçün ciddi siqnal göndərir. Bu transfer gerçəkləşsə, Duuf'un qarlığı gənc oyunculara nümunə olacaq və komandaya strateji üstünlük qazandıracaq. Sizcə, Ömər Duuf Qarabağın hücum xəttini necə dəyişəcək? O, komandanın ən önəmli oyuncularından birinə çevrilə biləcəkmi? Fikirlərinizi şərhlərdə bölüşün. Ən son transfer xəbərləri və Azərbaycan futbolu ilə bağlı bütün yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun və bildirişləri açmağı unutmayın.